Vətənin hər qarışı uğrunda canımızdan keçərik deyirik və hər birimiz buna hazır olmalıyıq. Amma vətəni qorumaq yalnız əlinə silah alıb uğrunda ölmə getmək demək deyil. Gəzdiyimiz, yaşadığımız hər tərəfi zibilləməməkdə elə əsl vətənpərvərlikdir. Amma çox təəssüf ki, bugün heç də vətəni əsl vətənpərvər kimi qoruya bilmirik. Gördüklərimiz bunu deməyə əsas verir. Kim qoruya bilmirsə öz yurdunu, yuvasını, udmasın yurt havasını. Bugün yurdumuzu qoruya bilməsək, həqiqətən gələcəkdə yurt havasını istəsək belə uda bilməyəcəyik. Niyə? Gəlin düzünü danışaq. Biz bir ağac əkməyi özümüzə ya yaraşdırmırıq, ya da əziyyətini çəkmək istəmirik. Və gözləyirik hansısa dövlət qurumu ağac əkmə kampaniyası keçirsin deyə. Görüntü xətrinə də gedək bir ağac əkək. Bəs özümüzü vətəndaş hesab ediriksə, necə deyərlər, bu yeməkdə niyə bizim də tuzumuz olmasın axı? Dünyanın 150 ölkəsi, o cümlədən Azərbaycan bu tədbirləri hər il keçirir. Tədbirlərin əsas məğzi ondan ibarətdir ki, müxtəlif yaşıllaşdırma tədbirləri, ağac əkmə tədbirləri, ictimai yerlərdə, məktəblərdə, parklarda təmizləmə aksiyalarının təşkili. Hər birimiz bu vətənin bütün naz nemətlərindən istifadə edirik. Zəngin təbiətli Azərbaycanın bizə bəxş etdiyi sərvətləri qoruyub saxlamaq ən azı vətəndaşlıq borcumuzdur. Yəqin ki, çoxlarınız vətən mənə oğul desə nə dərdim? Mamır olub qayasında bitərdim misralarını eşidib. Bu bitki haqqında bir məlumatı da çatdıraq. Mamır bitdiyi torpaqları münbitləşdirir və yararlı edir. Bir gündə havaya buraxdığı oksigen 15 ağacın oksigen idxalına bərabərdir. Ən azından bu kiçik bitki qədər yararlı ola bilək. Vüsal Qaraca, Vüqar Yusifov, Lider TV.